Dənizdə batan uşaqların sifrəsinə baxın siz, Allah o qədər ağlamışam. Bu balanı da tapsınlar. Çox ağır dərdi. 4 bala da mənim öz balalarımdır. Bu 2 nəfəri dəfn elədik, amma bu bala üçün 2 gündür gəzirəm. Tələ yolları Lerik rayonundan Bakıya qədər gətirdim. İş aş üçün gəlmişdilər. İnşaatda işləyirdilər. İyunun 21-də qərar verdilər ki, gedək çimərlikdə biraz istirahət eləyək. Və bu səbəbdən də hazırda olduğum əraziyə, Buzovna çimərliyinə gəldilər. Az irəlidən ocaq qaladılar, yeməklərini bişirdilər. Bu masada isə məhsulları qoydular, indi bişirdikləri yeməkləri qoydular, yedilər, içdilər. Bəzi sosial şəbəkələrdə 4 nəfərin olduğu bildirilir. Bəli, boğulan 4 nəfərdir, suda boğulan. Ancaq videoda 6 nəfərin olduğunu görə bilirik. 5 nəfər videoda düşən şəxs, 1 nəfər isə videonu çəkən şəxs. Əfsuslar olsun ki, elə 4 uşaq da öz uşağımdır. İkisi ən balasıdır, biri də öz doğmaca budamdır. 4 bala da mənim öz balalarımdır. Bu 2 nəfəri dəfn elədik, amma bu bala üçün 2 gündür gəzirəm. Hətta qaynar xəttlərdə müraciət eləmişəm. Amma ki, qayğılarla gəzirlər. Mənim bir dənə xahişim odur ki, helikopter təşkil eləsinlər ki, bu balanı da tapsınlar. Çox ağır dərdi. Ayın 21-i hadisə baş verib. Günorta çağı saat 1 radələrində. 4 nəfər olublar. Video var, videoda 6 nəfər olduğu görsən, onlar kimdir? Bil, onların biri öz uşaqları ilə gəlib. Bir nəfər də onların yanında olub. Amma hal-hazırda 2 qardaş olub burada düşüblər. Biri isə dayı bacı oğlu. 4'ü düşüb suya. Necə olub hadisə? Bax, o 4 nəfərdən ikisi indi hardadır? 6 nəfər olublar da, indi 4'ü boğulub. 2 körpə uşaqdır, bir də ki, elə o boğulanın qaynı olub. Onlar düşməyib suya. Bəs hadisəni necə izah edirlər, nə deyirlər? Səni deyiblər ki, o körpə uşaqlar qalıb. Elə biri öz uşaqlarını da gətirib, bir də qaynı onlar qalıbmış. Yeyiblər, içiblər burada və günorta özü üçün götürüblər. Elə bil onlardan biri düşüb əvvəlcə suya, suda batıb, o bir uşaq qardaşının dalınca gedib, sonra o birisi gedib, ard-arda düşüblər, hamısı həmin bu deyilən bir yerdir. Mən özüm də əfsuslar olsun ki, gəlmişəm qayığı ilə, amma tapa bilmirik. İndi bugün 2 gün, 3-cü gündür tapa bilmirik. Həmin o qayığın olduğu yerdə olub, düzdür? Bəli, özüm də elə 2 gündür, yəni onları dəfn eləmişəm, buradayam. Amma deyirəm ki, ən azından helikopter təşkil eləsin ki, xahiş eləmişəm qaynar xəttə ki, bu meyidi tapaq. Bəzi sosial şəbəkə istifadəçiləri düşünür ki, bu məsələ sadə suda boğulma hadisəsi deyil. Burada cinayət hadisəsi ola bilər. Bəs görəsən məsələ həqiqətən necədir? Amma elə deyil, hamı yalan uydurmalar deyirlər. Amma faktı ki, belə olub ki, biri düşüb qardaş, o biri onun dalınca onun köməyinə istəyib, o düşüb. Onun üçün köməklə gedib, ard-arda düşüblər elə bil. Həmin o xaraba yerdə elə bil ki, çökəkli yerdir. Dərinliyi də 6-7 metrə dərinliyindədir. Gərək ora qadağan olunmuş əraziyə lent vurayıblar, amma bunu da eləməyiblər. Siz həmin o videonu görmüsünüz də, yəqin ki, yemək bişirən yerdə 5 nəfər görünür videoda, normal, belə deyim də, orta yaşlı. 5 nəfər, 2 nəfər də uşaqdır. 5 nəfər olub, böyüyü, 2 nəfər də uşaq olub. Bəli, 7 nəfərdir. 1 nəfər var, böyük olan, o hansı ki suya düşməyən. O hanı, həmin şəxsən? Dünən buradaydı, amma bugün gəlməyib. Dünən çağırdım, özü şəxsən onunla maraqlandım. Bütün vəziyyəti ətraflı ondan soruşdum. O niyə düşməyib, belə müəmma deyil sizin üçün? O dedi, mən çəkindim də, o uşaqlarla qalıb. Ya elə onların yeznəsi olub, deyib sən uşaqları saxla, o maşının yanında qalıb, bu biçilər gəlib.